Yəni ümidvaram ki, bundan Qabil də razıdır, necə deyərlər, bizim komandamız, yəni hər tərəfli müəyyən mübarizə aparanlar da bundan razılaşacaq ki, həqiqətən də Mehribanı və İlhamı sövmək lazımdır, təhqir eləmək lazımdır, tənqid eləmək olar, amma təhqir eləmək, saxlamaq lazımdır. Müəyyən vaxtdan bana görə cavab gələcək, gəlməyəcək. Ona görə dedim ki, Mehriban xanım, əgər istəyirsənsə nüşabə kimi adın çəkilsin. Doğrudan da xalqın içərisində rahat gəzə biləsən, hər bir kəs səni öz evinə qonaq çağırsın həsrətlə. Elə bir vəziyyəti həyata keçirmək biz bacarırıq, biz onu eləyə biləcəyik və bütün bu Yezdi-Kürt komandasını məhv eləməyə bizim gücümüz də var. Bozqurtlarımız hazırdılar, həqiqətən deyirəm. İstəyir kim olur olsun, almana 9 qramdan heç kim qaça bilməyibdir. Təpəsinə promoyorda qoyarıq, lazım olsa qarnını, sinəsini yırtarıq. Başa düşürsünüzmü? Yəni bizim bozqurtlar hər şeyə hazırdılar. Amma bunun üçün söhbətimiz lazımdır ki, həqiqətən də sənin də böyük bir ərazi torpağın olsun, evlatların da o boyda 40 dənə 50 dənə axrana yox, heç axranası hamı görəndə əllərindən öpsün. Başa düşürsənmi? Gör, mən sənə nə təklif edirəm ha? Bu elə-belə şey deyil. Bir Allah şahiddir ki, bağ içərisindəyəm, Allah da şahiddir, mən bir kəlmə söz burada yalan danışmıram. Həqiqətən, nə pulun da var, o qalacaq səndə, amma şərtimi də demişəm sənə. Nədir o şərtimiz? Yəni bizim hamımızın şərti budur. O pulları sən çövrəsən Azərbaycanda yeni texnologiya, zavod fabriklərinin, yüngül sənayinin, kənd təsərrüfatı artmasına, oradan gələn gəlirin də 30-40% sizin olacaq. Başa düşürsən də 30-40% nə deməkdir bütün Azərbaycan üzrə? Ömürlük, nəsillikcə sizə qazanc olacaq. Xalqımız da qazanacaq, fəhlələr də işləyəcək, yaxşıda ayda 3000, 4000, 5000 maaş alacaqlar. Yəni ki, belə bir şey heç kim təklif. Amma bu qurulan Rus şovinist imperiyası tərəfindən olan sistemi biz sındıracağıq. Həqiqətən sındıracağıq. Oliqarxlar üçün də dedim ki, keçən səfərdəki hansı təkliflərimiz olacaq, söhbətlərimiz olacaq. Amma Rusiya ilə biz düşmənçilik yaratmayacağıq. Həqiqətən Rusiya ilə bizim dostluğumuz da olacaqdır, ticarətimiz də olacaqdır. Yeni infrastrukturun, məsələn üçün, necə deyərlər, dəmir yollarının açılması, İranla alverə ticarət, qeyri-başqa, neft alverləri də, hamısı olacaq bunlar. Zəngəzur yolu da olacaq. Amma Zəngəzur yoluna Trump yolu biz deməyəcəyik. Zəngəzur yoluna biz Azərbaycan özü sahib olacaqdır. Bunun üçün biz bilirik ki, kimlərlə müqavilə bağlamalıyıq, kimlərlə aparmalıyıq. Nəyə görə? Çünki biz bilirik ki, siyonizmin apardığı siyasətlər nədir? Kətlərin apardığı siyasət nədir? Bizim o çox gözəl kətlərlə yaxşı münasibətimiz olacaqdır. Anglo-saksonlarla da çox düzgün iş aparmamız olacaqdır. Amerika ilə də, yəni ki, Azərbaycan baxımsız olmalıdır və yeni düzəmdə öz payını almalıdır, öz infrastrukturunu qurmalıdır, ticarət yollarını açmalıdır, gəmiçilik üzrə, kənd təsərrüfatı üzrə, yeraltı yer sərfət üzrə, istəyir Cənubi Azərbaycan olsun, istəyir Şimali Azərbaycan olsun. Yəni bunun birliyini biz yaradacağıq. Biz bu infrastruktur üzündə hər şeyi quracağıq ki, burada artıq milyonlar söhbəti olmayacaq, milyardlar, trilyardlar söhbəti olacaq. Ona görə də Elşadın tutduğu 15 il apardığı mübarizənin gərək bir bəhrəsi də olmalıdır. Bunu sən nəzərə almalısın. Mən bilirəm ki, sənə gücün çatmır bu dəqiqə ki, Nehrəmlini, məsələn üçün, necə Arif Nehrəmlini çağırasan, nəsə. Niyə? Çünki sənə mani olan klanlar var orada, Yezdi-Kürt komandası oturubdur, Rusiyanın təzyiqi var orada, istər-istəməz. Bunu gözəl bilirik. Amma bunların qabağını almaq üçün biz elə bir siyasət aparacağıq və elə bir kəslərlə müqavilə bağlayacağıq ki, Azərbaycan həqiqətən də böyük bir dövlət kimi olacaq, bütöv Azərbaycan olacaq, yeraltı yer üstü sərvəti olacaqdır. Burada sənin də Mehriban xanım gözəl işlərin, bunu başa salacağıq ki, çünki mən qlobal düşünən insanam və qlobal siyasəti dərindən bilən insanam. Ona görə də həmişə təkliflərim elə-belə boş şey deyil. Yəni, hər bir infrastrukturun hazırlanmasında Qabilin gözəl bir tövfələri olacaqdır, gözəl necə onu aparmaq lazımdır. Elşad yaxşı ticarətin kökünü bilən adamdır və tanıdığı gözəl alimlərimiz var. Mənim də, Elşadın da, Qabilin də həmçinin. Biz sənə elə bir infrastruktur quracaq ki, Azərbaycan xalqı uşaq pulunu da verə biləcəkdir. Qazilər də necə deyərlər, yaxşı maaş alacaqlar. Əli qolu şikəst olanlar da hamısı da dövlət tərəfindən bütün yardımları görəcəkdir.
məni düzgün başa düşün Mehriban xanım.